Bakı Dövlət Universitetinin tələbə şəhərcinin direktoru Rıza Cabbarov. Bizim Bakı Dövlət Universitetinin tələbə şəhərcində 733 məcbur köçkün ailəsi yaşayır. Hal-hazırda dünəndən Bakı Dövlət Universitetinin tələbə şəhərcinin ərazisində məskunlaşan məcbur köçkünlərin köçürülməsinə başlamışdır. 9 sayılı 8 sayılı yataqxanalarımız bir həftə ərzində, 10 gün ərzində köçürüləndən sonra 5 mərtəbəli binalarımıza düşəcək. Məcburi köçkünlərin köçdüyü yer Qaradağ rayonunun Müşqovat qəsəbəsində çox gözəl, müasir, layihəyə uyğun inşa olunmuş binalara köçürülür məcburi köçkünlərimiz. Demək, Qaradağ rayonunun Müşqovat qəsəbəsində çox gözəl bir şəhərcik salınıb ki, hər bir şey, yəni bağça, məktəb, poliklinikası, hər bir şərait orada yaradılır məcburi köçkünlər üçün. Müəllim, burada ailələr var, danışdı ki, onlar bizə ev verilməyib. 2 gündür komissiya üzvlərinin nümayəndələrindən biri də mənə köçürülmə çox şəffaf şəkildə aparılır. Hamı ev veriləcək? Bəli, heç bir ailə sənədləri qaydasında olan məcburi köçkünlərin hamısı evindən təmin olunur. Yəni hansı sənədlər lazım? Məcburi köçkün sənədləri. Yəni Ağdam rayonundan, Cəbrayıldan, Füzulidən olan məcburi köçkünlərin hamısı Müşqovat qəsəbəsində evindən təmin olunur. Bakı Dövlət Universitetinin tələbə şəhərcinin yataqxanaları boşaldıqdan sonra 8-9 sayılı yataqxanalarımızda Bakı Dövlət Universitetinin tələbələri və əməkdaşları yerləşdirilir. Deyər düzəlmə, hansı prinsip əsasında müəyyənləşdirirsiniz? Tutaq ki, çox otaqlı və ya hündür mərtəbə, bunu müəyyənləşdirirsiniz. Necə müəyyənləşdirirsiniz? Ailələrin sayına görə otaqlar verilir. Bunlar Qaçqın Qolu nümayəndələri tərəfindən öz aralarında müzakirə olunub ki, ailə sayına görə ev verilsin. Mərtəbələr düşüşatmayız. Heç bir narazılıq yoxdur hal-hazırda.